Seyyid Əzim Şirvaninin məzarında 2 beyt var. Bu beytlər onun öz məqtə beytləridir. Yəni biri türkcə qəzəlində sonuncu təxəllüsü keçən beytdir, digəri isə farsça qəzəlində. Bir tərəfində möfd-i cismani ilə sanma mənim ölməcimi, Seyyida ölmənəm aləmdə səsim var mənim məşhur beytidir. O bir tərəfində Seyyida məqsədə xod xah z eyvan necəf hiç xahəndə əzindər nərəvəd bi məqsud. Həmin farsça qəzəl Şeyx Sədi Şirazinin bir qəzəlindən təzmindir. Sədinin qəzəli hikmətamiz məzmundadır, amma Seyyid onu mərsiyə üslubuna çevirib. Yəni Seyyid Əzim Şirvani Şeyx Sədinin qafiyə misralarını götürüb öz qəzəlində hər beytin ikinci misrasında olduğu kimi yerləşdirib. Seyyidin qəzəli belədir. Suxəni həst ki in pir məarif fərmud, şərəf mərd becud است و kəramət besucud. Bu məarif pirinin, yəni Şeyx Sədinin buyurduğu bir sözdür ki, kişinin şərəfi səxavət ilə, kəraməti isə səcdə ilədir. Socdə vücud tora sər berəsanet be fələk, hər şeyin hər da nədarət ədəməş behzə vücud. Səcdə və səxavət sənin başını fələyə çatdırar. Hər kimdə bu iki şey olmasa, onun yoxluğu varlığından yaxşıdır. در خرابه نظری کن به اسیران بلا، همه در ذکر و مناجات و قیامند و قعود. Xarabədə bəla əsirlərinə nəzər et. Hamısı zikirdə, münacatda, qiyam və quuddadırlar. Qiyam və quuddan məqsəd namaz. Qiyam namazda ayaq üstə durmağa, quud isə oturmaq, əyləşmək vəziyyətini deyirlər. Həmə darənd belə bir zikri xudavəndi ra, ki kərim است و rəhim است و غفور است و ودود. Hamısının dodağında bir xudavəndin zikri var ki, o kərimdir, rəhimdir, qəfurdur, yəni bağışlayandır, məğfirət edəndir və vəduddur, yəni məvəddət edən, məhəbbət bəsləyən, sevəndir. Qoft در کربلا پادشاه تشنه لبان که محال است در این مرحله امکان خلود. Dodağı təşnələrin padişahı, yəni Həzrət İmam Hüseyin əleyhissalam Kərbəlada dedi ki, bu mərhələdə əbədi qalmaq mühaldır, yəni qeyri-mümkündür. Bura ötüb keçicidir. Zeynəba geriyə məkon az qəmə viranə Şam, səbr kon kin do se ruzi besər ayət mədud. Xanım Zeynəbə müraciət eləyir ki, Şam viranəsinin qəmindən ağlama. Səbr elə ki, bu 2-3 gün sayılı günlər başa gələr, bitər tezliklə. Qoft Zeynəb be bəradər be koşəndət be həsəd. Ey bəradər, ki nə məhsud bemanəd, nə həsud. Xanım Zeynəb qardaşına, yəni İmam Hüseyin əleyhissalama dedi ki, səni həsəddən öldürərlər. Ey qardaş, nə həsəd edilən qalar, nə də həsəd edən. İbn Səda be cəhan əcr zəbil qurbara, nətəvanət ki be cay avərəd illa məsud. Ey İbn Səd, cəhanda Zilqurbanın əcrini, ücrətini, qarşılığını xoşbəxt kəsdən başqa kimsə əda edə, ödəyə bilməz. Burada Şura surəsi 23-cü ayəyə işarə var. Həzrət Peyğəmbərə Allah Taala belə buyurur ki, Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Onlara de ki, sizdən yaxınlara məvəddətdən başqa, yəni yaxınlarıma, əhl-i beytə məvəddətdən başqa bir əcr, bir qarşılıq, bir ödəniş istəmirəm. Ömər İbn Səd İbn Ziyadın sərkərdəsi idi və Kərbəla faciəsini törədənlərin başında gəlirdi. Beytdəki zəvil qurba, yəni yaxınlıq sahibləri bir iqtibasdır həmin ayədən və əhl-i beytə işarədir. Yəni Peyğəmbər ailəsini, əhl-i beyti, alə-əbanı sevmək, Həzrət Peyğəmbərin risalətinə insanın xilaslı bir təşəkkürüdür ki, o da yalnız xoşbəxtlərə müyəssər olar. İbn Səd Həzrət Peyğəmbərin ailəsini, İmam Hüseyin əleyhissalamı qətl etməklə adını əbədi bədbəxtlər cərgəsinə yazdı. Ey ki, bər xaki şəhidən qozəri, agəh baş, ki oyun əst-i cufun əst-i hudud əst-i qudud. Ey şəhidlər torpağının üzərindən keçən, agah ol ki, gözlər, göz qapaqları, yanaqlar və qamətlərdilər. Yəni sənin taplayıb keçdiyin torpaq adi bir torpaq deyil əslində. Allah yolunda öldürülənlərin, ölməz şəhidlərin diri vücudlarıdır. Və son beyt Seyyida məqsədə xod
Xalq eyvan necəf iç xahəndə əzindər nərəbəd bi məqsud. Yəni ey Seyyid, öz məqsədini, öz kamını Nəcəf eyvanından istə. Heç bir hacəti olan istəkçi buradan nakam məqsədinə yetməmiş getməz. Eyvan bir şahın əyləşdiyi otağa və ya qəsrə də deyirlər. Nəcəf eyvanı dedikdə burada Şah-ı Nəcəfin, yəni Həzrət Əli əleyhissalamın müqəddəs məzarı, məqbəri, türbəti nəzərdə tutulur ki, Nəcəf şəhərində yerləşir və heç bir hacətli olan oradan hacətinə çatmadan geri qayıtmaz. Çünki Əli əleyhissalam Allahın sevimli vəlilərinin, dostlarının sultanıdır.